Göyləri yaradıb onları sərən, yeri və onun üzərindəkiləri düzəldən, dünyadakı adamlara nəfəs verən, yer üzündə gəzən insanlara ruh verən Rəbb Allah belə deyir: Mən Rəbb salihliğimlə səni çağırdım. Səni əlindən tutacağam, səni qoruyacağam. Yeşaya 42:5-6. Fəsillər dəyişir, qış yazla əvəz olunur. Sənin günlərin də əziyyətdə, yaxşılığa, kədərdən sevincə çıxır. Mən sənə yeni bir gələcək vermək üçün səni çağırıram. Təbiətlə, insanlarla və hadisələrlə səni səsləyirəm ki, mənə tərəf dönəsən. Baharın nəfəsi torpağı qızdırıb, toxum üçün hazırladığı kimi, mən də sənin bədənini beləcə öz sözlərim üçün hazırlayıram. Baharın nəfəsi torpağa və ağaclara yenilik gətirdiyi kimi, mənim nəfəsim də sənin bədəninə səni canlandırmaq üçün verilib. Necə ki, baharın nəfəsi gəzən hər yer yamyaşıl olur. Çiçəklər və güllər hər yanda açılır. Eləcə də mənim nəfəsimi daşıyan hər insanın keçdiyi yerdə yeni həyat canlanmaq üçün nəfəsimi insanlarda əmanət qoydum. Əzizim, mənim nəfəsim qışın soyuğu kimi deyil. Mənim nəfəsim baharın sevgi dolu ətri kimidir. Baharın küləyi ana öz körpəsini hər səhər sevgi ilə oyatdığı kimi ağacları qış yuxusundan oyadır. Bəs sən əzizim, nə vaxt oyanacaqsan? Mənim nəfəsim səndə əbədilik mi qalacaq? Nə zaman oyanıb dərk edəcəksən ki, bahar gəlib keçdiyi kimi mənim nəfəsim də səndən gedəcək. Bilirsənmi, bahardan sonra oyanmayan ağaclar kəsilir və oda atılır. Mən səni oda atmaq üçün yaratmamışam. Mən səni başqalarına nur olmaq üçün, səndən bəhrə götürmək üçün yaratmışam. Kəsilib atılan ağacın yerinə yenisi əkildiyi kimi, sənin yerini də başqası tutacaq. Əzizim, mən sənin mənim padşahlığımda olmağını istəyirəm. Xatırla, Adəmi torpaqdan yaradıb, onun burnuna həyat nəfəsini üfrənə qədər o sadəcə torpaqdan yaranmış bir heykəl idi. Amma bugün sən burnunda nəfəs olduğu halda daş heykəl kimi barsız və bəhrəsizsən. Oyanmağın artıq hər şeyin fərqinə varmağın vaxtıdır. Vaxt yaxındır. Tezliklə məhsul yığımı gələcək. Xatırla, əncir ağacı necə bəhrəsiz olduğuna görə lənətlədimsə, sən də elə lənət almağını istəmirəm. Ona görə də elə indi qeyrətə gəl və tövbə et. Yoxsa yanına gələcəyəm və səndə olan nəfəsimi əbədilik götürəcəyəm. Mənim nəfəsim həyat vermək üçün verilib. O əmanətdir. O kəsdə əbədilik qalacaq ki, o doğrudan da aldığı nəfəsə uyğun bir həyat yaşayır. Bugün səni səsləyirəm. Oyan, səsimi eşidib cavab versən, mən sənin yanına gəlib sənə xeyir-dua verəcəyəm. Cavab verməsən, sənin yanına gəlib səndən nəfəsimi əbədilik götürəcəyəm.